Salam əziz uşaqlar, bugün də mən siz üçün mövzu 3 sınağının izahını çəkirəm. Deməli, bizə nə deyir birinci sualda? Deyir ki, 150 dərəcəlik bucağı, deməli, bir dənə 150 dərəcəlik bir bucaq çəkirəm və bunu şua, deməli, biri o birindən 2 misli olan 2 bucaq ayrılır. Deməli, nə deməkdir? Bir x-dırsa, digəri olacaq 2x. Bu bucaqların fərqini tapın. Əvvəlcə biz bucaqları tapaq. Yəni, x-in üzərinə gələcəm 2x-ı 150-yə bərabər eləyəcəm. 3x 150-dirsə, x-im olacaq 50. Yəni, mənim x bucağım biri 50, digəri isə 100. Və mənə deyir ki, bu bucaqların fərqini tap. Yəni, 100-dən də 50 çıxıram, eləyir 50. Deməli, cavabım olacaq C variantı. Digər suala keçək. Digər sualda bizə deyir ki, deməli, çoxluğu bütün alt çoxluqların sayını tapın. Biz çoxluqların alt çoxluqlarının sayını hansı düsturla tapırdıq? Deməli, 2 üstü n düsturu ilə. Və n burada elementlərin sayı idi. Baxaq, 1, 2, 3, 4, 5, 6, 7. Yəni, 2 üstü 7. Biz də bilirik ki, 2 üstü 7 128 edər. Yəni, ikinci sualımın cavabı da oldu C variantı. Üçüncü suala baxaq. Üçüncü sualda bizə deyir ki, deməli, 60 üstü 40, 60 üstü 42. Mən hər ikisinin ortaq vuruğu 60 üstü 40-ı çıxardıram. Burada qalır 1 üzərinə gəl, 6 üstü 60 nə idi? 6. 6 üstü 40. Aha. Çıxarsaq qalacaq 6 üzərində 2. Və bunun cəmini tapıram. 6 üstü 40 vurulsun. 6-nın kvadratı 36. Üzərinə də 1 gəlsək 37 eləyər. Və deyir ki, bu cəmin deməli 37-də 1 hissəsini tapın. 37-ləri ixtisar eləyirik, qalır 6 üstü 40. Bu da harda var? B variantında. Dördüncü suala keçirik. Dördüncü sualda bizə deyir ki, aşağıdakilərdən hansı eyni zamanda 2-yə, 3-ə, 6-ya və 9-a bölünür. Biz bilirik ki, 6-ya bölünən ədədlər həm 2-yə bölünür, həm 3-ə bölünür. Bu əlaməti bildik. Deməli, 2-yə bölünən ədədlər cütdür. Burada B-ni çıxdıq. Ədədlərin cəmi 3-ə bölünürsə, 3-ə bölünür. Və eyni zamanda 9-a bölməni də bilirik ki, rəqəmlərin cəmi 9-a bölünür. Buradan 2 ilə 1 toplayırıq, 3 eləyir. Deməli, bu ədədim 9-a bölünmür. Digərlərində rəqəmlərinin cəmini tapsam, deməli, bu eləyəcək ki, 25 3-ə bölünmür, 25 3-ə bölünmür. Deməli, 6, 16, aha, 3-ə bölünmür. Deməli, bir dənə A variantıdır ki, əgər mən bunun rəqəmlərini toplasam, toplayaq görə neçə eləyir? Deməli, 10, 18, 26, 27. 27 deməli, həm 3-ə bölünür, həm 9-a bölünür və 2-yə də bölünür. Cüt ədəddir, deməli, 6-ya da bölünəcək. Doğru cavabım A variantı. İndi bizə 5-ci sualda deyir ki, 6-da 5 və 7-də 6 ədədlər arasındakı ədədi tapın. Biz bu sualları necə həll edirdik? Bunları ortaq məxrəc etməklə. Yəni, bu kəsir 7-yə vuracam, bu kəsir 6-ya vuracam. Məxrəcim olacaq 42-də 35, digər olacaq 42-də 36. Baxıram ki, bu ədədlər arasında 35 ilə 36-nın arasında heç bir ədəd yoxdur. Deməli, mən məcburam ki, yenə bunları başqa bir məxrəcə gətirim. Yəni, 84, 84-də 72 və 84-də, daha doğrusu 70-dən 72. Və mən bu kəsirlərin arasında bir kəsir tapdım. 84-də 71. Mənim doğru variantım olacaq A variantı. Keçdim 6-cı suala. Baxaq görək 6-cı sualda bizə nə deyir? 6-cı sualda bizə deyir ki, sinifdə oğlanların sayı qızlarının sayının, deməli, sinifdə var, mən qızlar X, oğlanları isə Y ilə işarə eləyəcəm. Deyir ki, sinifdə olan oğlanların sayı qızların sayının 5-də 2 hissəsidir. Yəni, oğlanlar qızların 5-də 2 hissəsinə bərabərdir. Və deyir ki, oğlanların sayı bütün sinifin hansı hissəsini təşkil edir? Oğlanların sayını yazmışam Y, bütün sinifin də sayı X plus Y yazsam. Və Y, deməli, nə edirik? Yuxarıda Y, aşağıda Y-in yerinə, daha doğrusu harada Y varsa yerinə yazacağım. 5-də 2x,
x üzərinə gələk 5-də 2x. Bunu da toplasam 5-də 2x. Bunlar ikisi də eləyəcək. Deməli bölünsün 5-də 7x. Və kəsir kəsirə böləndə birinci kəsiri digərinin tərsinə deməli vururuq. Onsuz da x-lar ixtisar gedəcək. 5-lər də ixtisar gedir. Qalır 7-də 2. Deməli doğru variantım olacaq B variantı. 7-yə baxaq. 7-ci suala. Deyir qonşu bucaqlardan biri o birinin 80% olarsa. Yəni biri x-dır, digəri isə yəni x-in 80%, yəni x vurulsun 0,8-ə. Biz də bilirik ki, qonşu bucaqlarının cəmi nəyə bərabərdir? 180-a bərabərdir. Yəni 1,8 x-im 180-dırsa, x bərabərdir. 180-ı da böləcəm 1,8-ə. Kəsiri onluq kəsirə bölmək üçün nə edirik? Hər tərəfi 10-a vururuq. Bu da eləyəcək 100. Deməli, mənim bucaqlarımın biri 100-dür, digəri isə 80-dir. Bizdən də nəyi soruşur? Bu bucaqların fərqini soruşur. 100-dən də 80-i çıxanda qalacaq 20. Deməli, 7-ci sualda cavab olacaq B variantı. 8-ci suala baxaq. 8-ci sualda bizə belə bir şəkil verib. Biz bu şəkildən nə görürük? Görürük ki, A ilə C neyinib? Kəsişib. A ilə C-nin kəsişməsi harda var? E variantında var. Yenə bundan buradan da B ilə C kəsişib, görürük. Bu da ikincidə. Və A ilə C-nin kəsişməsindən B-ni çıxmışıq. Bax, bu hissəni çıxmışıq. Sonra B ilə C-nin kəsişməsindən isə A hissəsini çıxmışıq və bunları birləşdirmişik. Yəni doğru variantım olacaq Y variantı. Keçək 9-cu suala. Baxaq 9-cu sualda bizə nə deyir? Deyir M ədədi K ədədinin 4/3 hissəsinə, yəni M bərabərdir 4/3 K. K ədədi M-dən neçə dəfə çoxdur? Yəni nə deməkdir burada? K-nı böləcəm M-ə. K bölünsün. M-in yerinə nə yazacağam? 4/3K yazacağam. Buradan K-lar ixtisar getdi. Qaldı 3, 4. Yəni bu nə deməkdir? Əgər mən bunu digər deməli kəsrə çevirsəm, düzgün olmayan kəsrə çevirsəm 3/1 eləyər. 3/1 də burada deməli nə edək? Dövrü alınır da, yəni 1 3-ə bölünmür. Ona görə 1,9-da 3 eləyər. O da eləyəcək 1,3. Yəni mənim doğru cavabım olacaq 9-da da B variantı. Keçək 10-cu suala. Baxaq 10-cu sualda bizə nə deyir? Keçək növbəti tərəfə. Uyğun tərəfləri paralel olan bucaqlardan biri o birindən deməli 35 dərəcə kiçikdir. Biz bilirdik ki, uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabərdir, ya da onların cəmi nə olmalıdır? 180 olmalıdır. Deməli, mənim bucağımın biri, mən buradan görürəm ki, bunlar bir-birinə bərabər deyil. Yəni, bucağımın biri x olsun, digəri isə x üstə gəl 35 olsun. Və bunların cəmi 180-dır. Yəni, yazıram ki, 2x üstə gəl 35 bərabərdir 180. Buradan da hesablama aparsam, 180-dan 35 çıxacam. Deməli, 30 çıxanda 150, deməli 145. Və mən 145-i də deməli bölsəm 2-yə, x bərabərdir. Məndən böyük bucağı soruşur. Aha. Deməli 145-i də 2-yə bölsəm 70. Deməli 2 tam neçə elədi? 145-i gəl bölək də 2-yə, beynim donub. 7 dəfə deməli 14, 5-də 2 dəfə 4. Aha, 72,5 düz yazırdım. Deməli cavabım olacaq x bucağım olacaq. Deməli 72,5. Məndən nə soruşur? Məndən deyir ki, böyük bucağı tapın. Böyük bucaqda deməli 35 dərəcə böyük idi. Yəni 72,5-in də üzərinə mən 35 gəlsəm eləyər 107,5. O da doğru cavab olacaq D variantı. Aha, bu belə. 11-ci suala baxaq. 11-ci sualda deyir ki, bir düz xətt üzərində 8 nöqtə qeyd edilib. Yəni 8 dənə nöqtə var burada.
8 nöqtə. Alınan parça və şüaların fərqini tapın. Biz bilirdik ki, şüaların sayı əgər n bərabərdir 8-sə, deməli, şüaların sayı 2n üstündən tapılırdı. Yəni burada var 16 dənə şüa. Parçaların sayı hansı üstündən tapılırdı? N vurulsun n çıx 1 bölünsün 2 ilə tapılırdı. Yəni 8 vur 7 bölünsün 2. O da eləyəcək 28. Deməli 28 parça var, parça. 16 şüa var. Və bunları da bir-birinə fərqini tapıram. Yəni 28-dən də çıxacam 16-nı eləyəcək deməli 8. Daha doğrusu 8 yox. Niyə 8? 28-dən 16 çıxıram, 12 qalıb. Deməli, doğru variantım B. Yorğunluqdan deyil, bu hesablamanı səhv yazmaq. Aha, deməli, keçirəm 12-ci suala. 12-ci sual mənə nə deyir? Deməli, 3 dənə çoxluq verib. Deyir, bizə M ilə M-i kəsişdir. M ilə N-i kəsişdir və ondan C çoxluğunu çıx. Bilir ki, kəsişmədə biz ortaqları götürürdük. Yəni, M ilə N-in kəsişməsində ortaq bir D var. Elə bir D var. Və D-dən baxaq başqa nə var? Deməli, bir də C var. Deməli, D ilə C mənim ortaq kəsişməmdir, yəni. Və mən bundan bir dənə C çoxluğunu çıxsam, yəni C çoxluğunda da ortaq bir dənə nə var? D-ni çıxsam, yerdə bir dənə qalacaq C. Yəni, doğru variantım 12-də olacaq C. Deməli, 13-cü sualda nə deyir bizə? Deyir, 2 ilə 7 ilə bir də, deməli, bir çoxluğum 2-dən 7-yə qədər ədədlərdir. Yəni, 2, 3, 4, 5, 6, 7 götürsəm, digər də -2, -1, 0, 1, 2, 3. Və bunların birləşməsini soruşur. Biz də bilirdik ki, birləşmədə nəyi götürürdük? Deməli, -2-dən axıra qədər. Yəni, birləşmədə bunu ədəd oxunda da bir dənə qəşəng çəkək. Ədəd oxunda bir dənə. Deməli, 13-də baxaq bir dənə ədəd oxu çəksək, əgər nöqtələrimizi qeyd eləyək. Deməli, 2, 3, bir də 7. Deməli, -2-dən 3-ə qədər ştrixləsək və 2-dən 7-yə qədər ştrixləsək, biz birləşmədə nəyi götürürdük? -2-dən 7-yə qədər olan aralığı, yəni ki, doğru cavabım olacaq A variantı. Deməli, 14-də də baxaq. 14-də rahat sualdır. 14-də bizə 2 dənə çoxluq verir və bir çoxluğundan çıxaq. Deməli, bu sualları gəlin biz Venn diaqramı ilə yazaq. Eyler Venn diaqramı ilə. Burada A çoxluğu, burada B çoxluğu. Biz bilirik ki, ortaq nə götürürdük? Ortada hər ikisinin ortaq olanı B. Yazırdım B. Başqa bir qələmlə yazaq. Deməli, B-ni ortaq götürəcəm. Sonra D-ni götürəcəm. Bir də E-ni ortaq götürəcəm. Qalan yerdə nə qaldı? A-nın qaldı A-la C. B-də qaldı F ilə K. Aha. Bizə deyir ki, A-dan B-ni çıx. A çoxluğundan biz B çoxluğunu çıxsaq, yəni bu hissəni çıxarıq. Onda yerdə nə qalacaq? 2 dənə element say soruşur bizdən. Bəs B-dən A-nı çıxsaq nə qalır? B-dən də A-nı çıxanda bu hissəni çıxıram. Yəni burada da 2 dənə qalacaq. Və doğru cavabım olacaq 4. Deməli, 14-də də olacaq C variantı. 15-ci sualda bizə deyir ki, içərisində su 40% olan spirt məhluluna, deməli, əgər bizim məhlulumuz X-la qeyd eləsək, X məhluldur. İçərisində var 40% su, yəni 0,4 su X. Onda spirt nə qədər olacaq? 0,6 X olacaq spirt. Və mənə deyir ki, deməli, bu spirtin yarısı qədər. Yəni, X-in üzərinə gələcəm spirtin yarısı qədər. Spirtin yarısı, yəni 0,6 spirtin yarısı neçə eləyəcək? 0,3X eləyəcək. Və üzərinə gəl və deyir ki, spirtin 1/3 qədər. Spirtin də 1/3 eləyəcək 0,2X. Mənim məhlulum oldu bu. Deməli, bu nə gəldim bura? Spirt, bu da su. Bizim bir düsturumuz var idi. Maddə böl məhlul vurulsun 100. Yəni, maddəmiz olacaq
Maddə bilirik ki, spirtdir. Spirt olacaq 0,6 üzərinə gəlsin 0,3. Məhlulum olacaq, yəni yanında x-lar da var. Məhlulum olacaq x üzərinə gələk 0,3 x üzərinə gəlsin 0,2 x və vurulsun 100. Bu da bərabərdir 0,9 x bölünsün 1,5 x vurulsun 100. Buradan x-lar gedir. Yəni 900-də böləcəm 15-ə eləyəcək 60%. Mənim spirtim yeni alınan məhlulumda spirt olacaq 60%. 16-cı suala baxaq. 16-cı sualda bizə deyir ki, iki düz xəttin kəsişməsindən alınan bucaqların nisbəti. 2 dənə düz xətt çəkək və bunların kəsişməsindən alınan bucaqları qeyd eləyək. Bizə deyir ki, 3-ün 5-ə nisbəti, yəni bu 3-dürsə, yəni 3x-dırsa, bu olacaq 5x. Biz bilirik ki, 2 dənə düz xətt kəsişəndə 4 dənə bucaq alınır. Yəni bunların x olacaq qarşılıqlı, biz bilirik qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Bizə digərin nisbətlərini verib. Yəni 3x üzərinə gələk 5x bərabərdir 180. 180-dan da deməli 8x-in 180-dırsa, buradan x-i tapsam, x bərabərdir 180-ı böləcəm 8-ə eləyəcək 22,5. Mənə də deyir ki, balaca bucağı tap, yəni kiçik də bucağım olacaq 3x. 3-ü də vursam 22,5-ə eləyəcək, deməli 67,5. Yəni bu açıq sual idi. Açıq sualımızın cavabı da 67,5. 17-ci sualda bizə deyir ki, əgər bölən 12 olarsa, alına bilən qalıqların cəmini tapın. Əgər bölən 12 olarsa, bizim qalıqlarımız 12-dən kiçik olmalıdır. Yəni 5, 6, 7, 8, 9, 10, 11 və biz də bunların cəmini tapsaq, deməli 1-dən 11-ə qədər olan ədədlərin cəmi eləyəcək 66. Yəni cavabımız olacaq 66. 18-ci suala baxırıq. 18-ci sualı şəkil üzərində izah edəcəm. Deməli 18-ci sualda əgər bura 48 isə, bizim iki bucağımız 180 olmalıdır. Deməli qonşu bucaqlar. 180-dan da çıxacam 48-i 2 132. Deməli buradakı bucağım olacaq 132. Əgər bu 132-dirsə, digər bucağım olacaq 48. Məndən də bu bucağı soruşur. Bu bucaq da bu bucaqla eynidir. Yəni 48-in üzərinə gələcəm 44-ü eləyir 92. 180-dan da 92-ni çıxsam olacaq 88. Deməli mənim axtarılan bucağım olacaq 88. Cavab 88. Keçək 19-cu suala. 19-cu sualda bizə deyir ki, deməli məxrəci 50 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsir şəklində göstərmək olar? Məxrəci 50-dirsə, deməli neçə kəsir sonlu. Biz də bunun qaydasını bilirik ki, 50-ni sadə vuruqlara ayıracağıq. 25, 25 5-ə, 5, 5-ə 1. Və bizim qaydamız 2 ilə 5-in misillərindən 2-ni çıxmaqdır. Yəni, daha doğrusu 1-i çıxmaqdır. 5-i vuracam 5-ə, vuracam 2-yə, eləyəcək 50. 50-dən də 1 çıxıram, eləyir 49. Yəni, mən 49 dənə kəsiri sonlu onluq kəsir şəklində göstərə bilərəm. 20-ci sualda bizə deyir ki, deməli, 6857-nin kubu üzərinə gələ 2714-ün üzərində 5 ədədinin 5-ə bölünməsini alınan qalığı tapın. Biz 5-ə bölünməsini, 5-ə bölünən ədədləri bilirik. Sonu 0 və 5 ilə bitən ədədlərimiz 5-ə qalıqsız bölünür. Deməli, bu sualları necə eləyirik? Götürürük son ədədi, 7-nin kubu. 7-nin kubu, yəni 7-ni mən 3 dəfə öz-özünə vursam, axırı 3 ilə bitəcək. Yəni, əvvəli mənə maraqlı deyil, axırı 3. 4-ü də, buradan da 4-ü götürürəm. 4-ü də 5 dəfə
öz-özünə vursam, yəni 4 vur, 4 vur, 4 vur, 4 vur, 4. Bu da 16, 24, 16, 24. Yəni son 4 ilə bitəcək. Yəni mənə yenə də deyirəm, əvvəllər maraqlı deyil. Əsas qalıqlardır, son rəqəmdir. Yəni 3-ün üzərinə 4 gəlsəm 7 eləyəcək. Mən 7-ni 5-ə böləcəm. Alınan qalığım da olacaq 2. Yəni 7-ni 5-ə bölünməsindən alınan qalıq oldu 2. Bu sualın cavabı oldu 2. Digər suala keçək. 21-ci sualda. 21-ci sualda deyir ki, uzunluğu 21 olan parça 3 bərabər hissəyə bölünüb, 3 yerə bölünüb bu parça. Və deyir ki, birinci və üçüncü parçaların orta nöqtələr arasındakı məsafəni tapın. Bizim hazır düsturumuz var. Yəni 21-i böləcəm 3-ə. Üçüncü və birinci hissənin arasındakı, əslində bunu demək istəyir də bizə. Tapsaq, yəni 21-i 3-ə bölüb vuracam 2-yə. 21-i də 3-ə böləndə 7, 7-ni də 2-yə vuranda 14. Deməli, cavabım olacaq 14. Keçək digər suala. Digər sualda baxaq nə deyir? Turalın üzüm əkdiyi sahə buğda əkdiyi sahənin 3/2-si qədərdir. Yəni, üzüm əkdiyi sahə buğdanın 3/2-si qədərdir. Yəni, bizə deyir ki, 3/2 hissəsi 74 olan ədəd tapaq. 3-də 2 hissəsi 74 olan ədəddir. Yəni 74-ü böləcəm 2-yə, vuracam 3-ə. Bu da eləyəcək 37 vurulsun 3. 37-ni də 3-ə vursaq 111. Cavab olacaq 111. Digər sualda, 23-cü sualda. Bu tip sualları necə həll edirik? Mən bu ifadənin özünü bir x desəm və burada görürəm ki, məxrəcdə də yenə eyni ifadə var. Yəni bunu da x yazsam. Tənliyimi quracam. X bölünsün 3. X üstə gəl 3 bölü x bərabərdir x. Hər tərəfi x-a vursam 2x üzərinə 3 bərabərdir x-in kvadratı. Yəni buradan kvadrat tənlik alınır. Və bunu diskriminantla da həll eləsəm və yaxud da ki, vietlə geçsəm, köklərinin cəmi mənə verəcək 2. Deməli, hasili isə -3. Buradan da mən görürəm ki, bir kökümüz olacaq -1, digər kökümüz olacaq 3. Və mən burada 3 cavabını götürəcəm. Çünki müsbət ədədləri toplasam heç vaxtı mənfi ədəd ola bilməz. Deməli, 24-cü sualda bizə deyir ki, ata 350 manat pulu var. Yəni, atanın 350 manat pulu var. Bunu 3 övladı arasında bərabər, deməli, 8, 12, 15 nisbətində bölüb. Düz mütənasib hissələri bölüb. Bu sualları biz necə yazırdıq? 8K, üzərinə gələk 12K, üzərinə gələk 15K. Bunu da hesablasam 8, 12, 20, 15, 35K eləyər. Yəni, mən 350-ni böləcəm 35-ə bərabərdir 10 alırım. Yəni, mənim K ədədim oldu 10. K 10 olandan sonra biri 80-dir, biri 120-dir, biri də 150. Bizə nəyi soruşur? Bizə deyir ki, ən çox pulu olan övlad deməli 150 imiş. Ən az pulu olan övlad isə 80 imiş. Və deyir, neçə manat çox almışdı? Yəni, 150-dən çıxacam 80-i, eləyəcək 70 manat. 24-cü sualın cavabı olacaq 70. Keçək 25-ci və sonuncu sualın izahına. Burada bizə nə deyir? Deyir ki, əkyob AB-miz bərabərdir 120 olarsa, 120-dir. Yəni, 3A bərabərdir 5B olarsa, A üstəgəl B-ni bizdən soruşur. Bu sualı necə həll edək? Biz natural ədədlərdən deməli, qaydasına bilirik ki, əgər belə 3-dən 5 qarşılıqlı sadədirsə, A-ya 5K, B-yə isə 3K deyəcəm. Yəni, yazıram buradan, əkyob 3K, 5K bərabərdir 120. Buradan K-nı ortaq çıxarsam, qalacaq əkyob 3-lə 5 bərabərdir 120. Biz də bilirik ki, qarşılıqlı sadə ədədlərin əkyobları nəyə bərabərdir? Onların hasilinə bərabərdir 120. K da bərabərdir. Əgər mən 120-ni bölsəm 15-ə alaram 8. K-mız 8-dirsə, A olacaq
ana bencəmi soruşur. Yəni 5K üzərinə gələk 3K-nı məndən soruşur. Eləyir 8K. K-nı da yerinə 8 yazsam, 8 vur 8 eləyəcək 64. Yəni 25-ci sualın cavabı olacaq 64. Bu tip sınaqların gəlməyini, davamlı olmağını istəyirsinizsə, kanalıma abunə olmağı və şərh yazmağı unutmayın. Bugünlük bu qədər. Sağ olun.